Göylərdə olan atamız, ya Rəbb, Отец наш Небесный, biz sənin huzurunda sakit olmaq istəyirik, Rəbbim. мы хотим быть тихими в Твоем Və присутствии. dincəlmək istəyirik sənin huzurunda. Хотим отдыхать в Твоем присутствии. Ruhani dincəlmək istəyirik. Bizə Отдыхать духовно, bərpa ver, Rəbb, yorğunluqdan, дай нам восстановление от yüklənmədən, усталости, Rəbb. от загруженности. Əgər günah bizi əzibsə, Если грех давит на нас, vəziyyətlər bizi əzirsə, же ситуации давят на нас, maliyyə çətinliyi, финансы, финансовые sağlamlıqla bağlı трудности, problemlər, или же проблемы со здоровьем, ailədə olan problemlər, или же проблемы в семье, münasibətlərdə olan problemlər. или же проблемы во взаимоотношениях. Ya Rəbb, xahiş edirik. Bizə Prosim тебя, təsəlli ver, Господь, дай нам утешение, bizə dinclik ver, sülh ver. Rəbb, дай нам xahiş edirik. покой, просим Тебя. Dincəlmək istəyirik sənin huzurunda. Мы хотим отдыхать в Твоем присутствии. Sevinmək istəyirik gəldiyimizə, Rəbb. Хотим радоваться Gəldiyimizə, tanışdıq. тем, что мы пришли сюда. Bəli, ya Rəbb. Xüsusi yolla xeyir dua verin Rəbb bu vaxtda. Особенным образом, Господь, благослови это время. Sənin öz yollarınla Rəbb necəsə xeyir dua verin bizim ürəklərimizə, bizim qulaqlarımıza, Rəbb. Благослови наши сердца и уши, Господь, Твоим сверхъестественным путем. Bəli. İsa Məsihin ismi ilə. Во имя Иисуса Христа. Amin. Аминь. Amin. Biz bilmirəm bölüşmüşdüm sizlə yoxsa yox. Не знаю, делился я с вами Deməli, или нет. Elə bir fikrim var ki, 3-cü günlər biz məsələlər kitabını oxuyaq bir yerdə И была такая мысль, чтобы мы вместе с вами читали книгу və притч. bütün məsələlər kitabını bir yerdə keçək. И проходить книгу притч вместе с вами. Amma Pasxa yaxınlaşır Но приближается Пасха. və bu 3-cü gün istədim ki, biz И в эту среду я захотел, məsələlər kitabından köçək. чтобы мы перенеслись от книги притч. Biz qayıdacağıq ora, biz qayıdacağıq Возвратимся məsələlər туда. kitabına 2-ci fəsilə, 1-ci fəsili biz artıq oxumuşuq. Мы прошли с вами уже первую главу, мы пройдем с вами вторую главу. Amma Pasxa yaxınlaşır Приближается və Пасха, ona görə gəlin Markın müjdəsini oxuyaq. и поэтому давайте откроем с вами Евангелие от Марка, Markın müjdəsi 14-cü fəsil. 14 глава, Biz biraz oradan oxuyacağıq, и мы прочтем с вами немного оттуда, biraz bölüşəcəyik и немного və поделимся, sonra bir neçə sual verəcəm. и потом я также задам Və несколько sonra вопросов, gəlin oturaq bir и yerdə потом мы могли бы və сесть вместе с vами düşünək и və подумать, dua eləyək və bölüşək. и молиться, и также делиться, Bir-birimizə xeyir dua verək. и благословлять друг друга, Bir-birimizin imanı ilə. и назидать друг друга верою. Yaxşı, Markın müjdəsi Итак, Евангелие от Марка, 14-cü fəsil. 14 глава. Biz oxuyuruq И мы читаем с вами 12-ci bənddən. с 12 стиха. Pasxa quzusu qurban kəsildiyi mayasız çörək bayramının ilk günü şagirdləri İsa'dan soruşdular. Sənin Pasxa yeməyin üçün hara gedib hazırlıq görməyimizi istəyirsən? В первый день опресноков, когда закололи пасхального агнца, говорят ему ученики его: «Где хочешь есть Пасху? Мы пойдем и приготовим». Şagirdlər İsa'dan soruşdular ki, Pasxanı harda qeyd eləyək? И ученики спрашивают его, где нам провести Пасху. Çox yaxşı sualdır. Хороший вопрос, не так ли? Bilirsiniz, niyə mən məhz bu parçanı seçmişəm? Знаете, почему я избрал этот стих? Çünki mən bu Pasxa qabağı çox düşünürdüm. Neyniyək bu Pasxa bayramı? Потому что я в период Пасхи я думал, что же нам сделать, Neyniyə bilərik? что мы сможем Neyniyə сделать, bilərik ki, Rəbb xeyir dua versin? Neyniyə bilərik? что можем сделать, чтобы Господь Harda keçirək благословил, Pasxa? где Bəlkə нам hansısa, провести Пасху. bəlkə yenə Kirxa ilə danışaq, Может быть, вновь поговорим с Кирхой, bəlkə hansısa ateli tutaq, или же какой-нибудь отель, bəlkə başqa nəsə. или же что-то другое.
Rəbb, neyniyək? Господь, что нам делать? Şagirdlər bu münasibətlə gəlir. Ученики, они prишли с этим отношением. Pasxa günüdür. Hara gedək? Necə День keçirək? Пасхи, что нам приготовить, что сделать? 13-cü bənd. 13 стих. İsa da şagirdlərindən ikisini göndərdi və dedi: Şəhərə gedin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin. И посылает двух из учеников своих и говорит им: «Пойдите в город, и встретится вам человек, несущий кувшин воды. Последуйте за ним». O hansı evə girərsə, oranın sahibinə deyin: Müəllim deyir, şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım hardadır? И куда он войдет, скажите хозяину дома того: «Учитель говорит, где комната, в которой бы мне есть Пасху с учениками моими?» Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün. И он покажет вам горницу большую, устланную, готовую. Там приготовьте нам. Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər. И пошли ученики его, и пришли в город, и нашли, как сказал им, и приготовили Пасху. Bu çox maraqlı parçadır. Очень интересный отрывок. Deməli, İsa Məsih onlara deməyib Иисус Христос не сказал им: ki, bax, budur ünvan, вот адрес, bu da filan mənim şagirdimin adıdır. и вот имя ученика, Gedin filan yerə, пойдите туда-то, Benyaminə yaxınlaşın. подойдите к хозяину, к Вениамину, Filan qədər pul verin дайте столько-то денег, və o sizə otağı и göstərəcək. он покажет вам Çörəyi комнату, alarsınız filan и yerdən купите там-то хлеб, və 13 masa, 13 oturacaq и hazırlayın подготовьте 13 və ya nəsə. Yox, bu сервиза, çox ну belə и еще что-то. qəribə instruksiyalar idi, çox qəribə. Были очень странные инструкции, Hə? Çox qeyri-adi idi. очень Gedərsiniz, необычные. kişi görərsiniz, Пойдете, hansı ki увидите su daşıyır özü ilə. человека, который несет кувшин воды Onun, с собой, onun dalına düşün последуйте за ним, və sonra görəcəksiniz ki, o bir yerə gəlib, И orada куда ev он sahibini tapın войдет, скажите хозяину дома və того, ev sahibi də səndim artıq yer hazırlayıb и orada. оказывается, хозяин даже уже подготовил место там. Bilirsiniz nə çox maraqlıdır И знаете, что интересно? ki, biz müjdələri oxuyanda Когда мы читаем с вами Евангелие, görürük ki, İsa Məsihin sadəcə ardınca getmək alınmırdı. что за Иисусом Христом не получалось только лишь следовать. Bəli, çağıranda o elə deyir. Да, когда Он призывает, Он говорит. Biz bunu dəfələrlə görürük. Çağıranda o deyir, gəl mənim ardımca. Видим это часто, Он говорит: следуй за мной, Gəl mənim ardımca. следуй за мной. Amma sonra görürük necə İsa Məsih bizi göndərir. Но потом мы видим, как Иисус Христос посылает Və bu нас. çox qeyri-adi belə göndərişlərdir. И это необычные направления. necə rahat olardı ki, Было бы хорошо. mən gedirəm İsa Məsihin Я ardınca следую за və Христом, mənim xoşum gəlir onun ardınca и мне gedir. нравится Və следовать o за sadəcə Ним. hər şeyi həll И eləyir. Он все Və o решает, hər şeyi tapır все находит, və o hər şeyi и göstərir. все показывает. Və mən də sadəcə ləzzət alıram. И я просто наслаждаюсь. Və bəzən biz də oradan И в düşünə bilərik ki, действительности мы можем elə подумать, xristian həyatı bundan ibarət idi və ibarətdir. что христианская жизнь состояла из этого и состоит из этого. Xüsusən də biz oxuyanda ki, İsa Məsih Məryəmlə və Marfa ilə danışır В особенности, когда Иисус Христос разговаривает с Марией и Марфой. və Marta orada nəsə eləyir, Məryəm isə oturub. Марфа что-то там готовит, а Мария сидит. Hə, Вы yadınızdadır? помните эту историю? Və İsa Məsih Martaya deyəndə ki, Marta, Məryəm gözəl şeyi seçib. Мария избрала лучшее. Aha. Elə fikir yarana bilər Может быть, появится такая мысль. ki, deməli xristian həyatı bundan ibarətdir. Вот, христианская жизнь, она состоит из Mən этого. gedirəm İsa Məsihin ardınca. Я следую за Христом. Sonra İsa Məsih harda oturursa mən otururam onun ayaqlarının
altında, И yəni где бы ayaqlarının Иисус yanında. Христос не восел, Вы я sadece сижу у kulak его asıram. ног, я просто слушаю, Hə, və sonra o durur, и gedir və mən потом yenə gedirəm. встает, и я следую за ним. Və salam, bu mənim imanlı И вот həyatım. моя верующая жизнь. Mən kilsəyə gəlirəm, mən Rəbbin kəlamını И я eşidirəm. прихожу в церковь, я слышу Слово Божье, Mən dua eləyirəm. я молюсь, Mən Bibliya oxumalıyam. мне нужно читать Библию, Hə, bu qədər. и все. Amma çox maraqlıdır. Но очень Elə интересно, o Məryəm та самая Мария, necə o Rəbbi izləyirdi. как она следовала за Necə o Господом, addımlar atırdı. какие шаги она Necə o делала, iman addımları atırdı. какие шаги веры она делала. O deyil idimi Не она ли была o vaxt ki bütün şagirdlər çarmıqdan uzaqlaşıblar. Tək-tük adamlar qalmışdı. в тот момент, когда ученики оставили его, и он был один на кресте? O deyil idimi çarmıxın yanında qalan. Не она ли оставалась рядом с крестом? Hə? O vaxt ki heç kim У креста. В тот момент, o vaxt ki heç kim inanmırdı ki когда İsa никто Məsih не dirilə верил, bilər. что Иисус Христос mог воскреснуть. Hə? Nə edirdi Məryəm onda? Что делала Мария? O iman edirdi və edirdi sözünü praktik mənada başa düşək. И она верила, и верила, это было действие. O на faktiki bunu практике. edirdi, o Она edirdi. исполняла свою веру. Aha, bəli, əla. O imanı praktiki edirdi. Она исполняла на практике свою веру. Xristian həyatı oturmaqdan ibarət deyil. Xristian həyatı İsa Məsihin ardınca getməkdən deyil. Жизнь христианина — это не только лишь сидеть на собраниях и также следовать за İsa Христом. Məsih hər zaman ruhlandırır Иисус Христос всегда ободряет və çağırış atır. и призывает. Və bu hər zaman o çağırışdır ki, И этот призыв imanını sına və imanını məşq elətdir. испытай свою веру и тренируй Qoy свою sənin веру, imanın praktiki olsun. чтобы твоя вера была на практике. Aha, praktiki iman məşqi, praktiki iman məşqi. Тренировка своей веры Bəli. на практике, на опыте. Paul bizə deməli idman hərəkətlərindən danışır. Deyir ki, onların Павел говорил нам о fiziki спортивных упражнениях физических действиях. və deyir ki, onların az faydası var. Говорит, у них мало пользы. Aha, deməli məşq Тренировка. fiziki məşqin az faydası var. У физической тренировки мало пользы. Amma deyir möminliyi məşq elətdirin. Но он говорит, упражняйтесь в благочестии. Amin. Amma eləcə də Но также İsa Məsih görürük müjdələrdə в şagirdlərini Евангелиях мы видим, что Иисус Христос iman məşqinə yönəldir. говорит, упражняйтесь в вере, Möminliyi məşq elətdirin в və благочестии. eləcə də imanınızı məşq elətdirin. Также упражняйтесь в вере. Və bu çox maraqlı idi. Necə münasibətlə o şagirdlər gedirdilər və Интересно, с каким отношением ученики gözləri ходили axtarırdı o insanı hansı ki su daşıyacaq. и искали того самого человека, который будет нести воду. Bilmirəm kim idi o iki nəfər. Я не знаю, кто эти были Amma двое. əgər o Peter idisə, Peterə bu oyun qaydaları tanış idi. Если это был Петр, то он знал правила игры. Peter artıq eşitmişdi. Get, balıq tut, balığın içindən pul tap. Пойди, поймай рыбу, и из этой рыбы возьми деньги, Peter artıq eşitmişdi. Peter Toru sağ слышал. tərəfdən at. Брось сеть по правую сторону. Peterə bu qaydalar tanış idi. И Петру это было Peter İsanı знакомо. tanıyırdı. Он знал Иисуса İsa Христа. Məsih bu cürdür. Иисус Христос Məşq elətdir, таким imanını məşq образом elətdir. он Петр упражнял свою веру. Aha. Peter o qədər bunu yaxşı bilirdi ki, И Петр настолько хорошо знал это o qədər bu qaydalara uyğunlaşmışdı ki, и был отождествлен с этими правилами, ki özü də səy göstərirdi artıq. что и уже сам трудился в этом. Aha, və İsa Məsihi suyun üzərində gəzərkən görəndə И когда он увидел Иисуса Христа, ходящим по deyir, воде, ya Rəbb, mənə dinə mən də gəlim. и он говорил, Господь, прикажи мне, и я приду. Çox möhtəşəm münasibətdir o.
Это великолепное O отношение. dəfələrlə не так ли? görüb necə Он İsa часто Məsih ondan bunu видел, istəyir, necə İsa как Məsih bu Иисус- çağırışı atır Как Иисус Христос дает этот призыв. ki inan mənə, etibar elə, Поверьте, imanla доверьте, addım at. делайте шаг по вере. Və o deyir, mən indi özüm istəyirəm, И mən теперь он indi говорит, özüm я səy сам göstərmək хочу istəyirəm. усердно İndi imanımı məşq сделать это. elətdirmək Я хочу istəyirəm. упражняться в своей Bu çox вере. yaxşı çalışma idi. Это хорошее Və упражнение. onda alınıb. И так у него получилось Aha. это. Baxmayaraq ki, o И sonra yazıb несмотря ki, на то, şübhələnib, что yıxılıb, amma он bu möhtəşəm təcrübə сомневался idi. потом, но это был прекрасный опыt, Hansı ki, heç vaxt məncə Petr onu heç vaxt unutmayacaq. которого Петр никогда Əbədiyyat boyu не забудет всю вечность. iman məşqi. Упражнение веры. Mən inanıram ki, Rəbb bunu bizim həyatlarımızda istəyir. И я верю, что Господь желает этого и в нашей жизни. Ki Rəbb hər zaman iman əlavə eləmək istəyir. Господь всегда хочет добавить веры. Hər vəziyyətə iman əlavə eləmək istəyir. Во всех ситуациях Он хочет добавить веры. Hər vəziyyətə iman məşqini əlavə eləmək Хочет istəyir. добавить упражнение в вере. Düşünün öz vəziyyətləriniz haqqında. И подумайте о своих ситуациях. Necə doğrudan səmimi, necə mənim Искренне. imanlı həyatım, necə Как o моя bir жизнь верующего adətə çevrilə bilər. может обратиться Necə o dindar ola bilər. в религиозность или же традицию. Və bəlkə möminliyi mən məşq eləyirəm, И может быть я упражняюсь в благочестии, amma iman məşqi но упражнение веры bunu unutmaq olmaz. этого nельзя забывать. İman addımları. Шаги веры. O vaxt ki hər şey o qədər də aydın deyil, И в тот момент, когда все еще не было ясно, amma mən qərar çıxardıram но я принимаю ki решение. mən sadəcə Rəbbə etibar eləyəcəm. Я буду доверять Və mən bunu Господу. imanla eləyəcəm. И я буду делать это по вере. Və indi sual. И вот O вопрос. sual hansına ki mən demişdim ki toplantının И вот вопрос, qabağındakı который я хотел задать до начала служения. bizə olan sual. Вопрос к нам самим. Ki biz öz vəziyyətlərimizdə В наших ситуациях, necə biz indi bu gün как сегодня мы imanımızı məşq elətdirə bilərik можем применить нашу веру? və məşq elətdiririkmi? И применяем ли, упражняем ли? Упражняемli, aha. Və mən bilə-bilə məşq sözünü seçdim. И я избрал это слово упражнение. O inkişaf haqqdadır, Оно о развитии, o müqavimət haqqdadır, о o сопротивлении, canlılıq haqqdadır, о живности o həyəcan haqqdadır. и о волнении, Hə? Orada çox şey var. взволнованности. Ра- Там ра- есть многое. Mən sizə deyim, biraz aqressivlik də var. И также можно сказать, что там есть агрессивность. Məşq passiv olmur. А упражнения или же тренировки, они не пассивные. O çox aktiv olur, o Она çox активна. enerjili olur. Есть энергия, Və orada iradə var. там есть воля. Necə bu gün mən Как и сегодня imanımı məşq elətdirə bilərəm? могу упражнять свою веру. Necə eləyirəm onu? И как я применяю ее. Və biz indi dua eləyəcəyik И сейчас мы помолимся с вами və bir mahnıya qulaq asacağıq. и послушаем также песню. Amma xahiş edirəm, bu toplantı bununla bitməyəcək. Но собрание наше этим не Mən закончится. sizdən eşitmək istəyirəm. Я также хотел бы услышать от вас. Siz biraz məndən eşitdiniz, mən indi sizdən Вы eşitmək немного istəyirəm. услышали от меня, я также хотел бы услышать Necə от biz вас. imanımızı məşq elətdirə bilərik? Как мы можем упражнять нашу веру? Xahiş edirəm, siz də mənə xeyir dua И verin. также вы можете благословить Yaxşı. меня. Хорошо. Yaxşı, ya Rəbb, çox minnətdarıq sənə. Господь, мы благодарны Тебе. Çox sağ ol ki, sən Rəbb bizi robot görmək istəmirsən Благодарим Тебя, Господь, за то, что Ты не пожелал видеть нас və bizi роботами. lal qul kimi də görmək И istəmədin. также не хотел, чтобы мы были безмолвными рабами. Ancaq azad iradə ilə Но в свободной воле və o qədər azadlıq, o qədər imkanlar verdin Ты даровал нам столько свободы и ki возможностей, biz seçməliyik, что нам выбрать
inanaq yoxsa inanmayaq? Верить или нет? İmanla addımlayaq yoxsa addımlamayaq? Делать ли шаг по вере или нет? Çox sağ ol bu azadlığa görə. Благодарим Тебя за свободу. Və eləcə də xahiş eləyirik. Но также мы просим Тебя, Господь, O hər gün bizi ruhlandır ki, biz imanla addımlaya bilək. ободряй нас, чтобы мы шагали по вере. Xahiş eləyirik. Просим Тебя Bəli, İsa Məsihin ismi ilə. во имя Иисуса Христа. Аминь. Аминь.